Aha, 68-ə baxsaq, verilənlər bazası cədvəlində informatikası bu mötərizəyə baxaq. İnformatikası ona bərabər olan hansıdır? Baxın bu 4. Sonra deyir or. Bunu birləşdir. Nə ilə? Xarici dili ona bərabər olan. Bir bu, bir də bu. 1 ilə olacaq 3. İndi bu mötərizə bizə nəyi verdi? 1, 3, 4-ü birləşdirəndə hamısını. Olacaq 1, 3, 4. Deyir and kəsişdir. Nə ilə? Məntiqi 25 olanla. 1 ilə 2, bir də 4. 1, 2, 4. İndi bunlar kəsişdirəndə eyni olanlar hansıdır? 1, bir də 4. Sorğuya cavab verən neçə yazı var? 1 ilə 4. 2 yazı var. Bu 68, 69-a gəl baxaq. Verilənlər bazasındakı cədvələ əsasən tətbiq edilir. Tamam. Universiteti Bakı dövlət olan budur, budur, budur. Bunlarda yoxdur. Deməli 1-dir, 3-dür, 4-dür. Or birləşdir. Nə ilə? Buraxılış idi 2015 olan. 2015 budur, budur, bir də budur. Deməli 1-dir, 3-dür, 6-dır, bir də 8-dir. Bunları birləşdirəndə 1 olacaq, 3 olacaq, 4 olacaq, 6 olacaq, 8 olacaq. Neçə yazı var? 5 yazı. Bu da belə 69-cu sual. Sonra bir də keçirik 73-ə. 73-də nə deyilir? Deyilir, verilənlər bazasında olan cədvəl 1 və cədvəl 2 adlı əlaqələndirilmiş 2 cədvəl verilmişdir. Cədvəl 2-nin hər bir sətrində övlad, onun valideynlərindən biri haqqında informasiya mövcuddur. İnformasiya bir cədvəlinə uyğun olaraq ID sahəsinin qiyməti ilə təyin olunmuşdur. Cədvəllərə olan verilənlər əsasən Elzadə N.M-nin oğullarının və oğlan nəvələrinin sayını. Bax bunun oğullarının və oğlan nəvələrinin sayı. Baxa görək bunun oğlu varmı heç? Birinci Elzadə, bax M buradadır. Elzadə M buradadır. Başqa var? Başqa yoxdur. Elzadə M budur. Cinsi qadındır. Nömrəsi nədir? 44, 42. 44, 42. Bu valideyndə axtarırıq 44, 42-ni. Bax, biri buradadır, biri də buradadır. 2 dənə övladı var. 2 dənə övladı var və deyir ki, bunun oğullarının. İndi gəl buradan baxaq, bunların hansı oğuldur? 22, 51. Bax, kişidir. Biri budur, 22 olacaq, 51. Biri də 33, 42-dir. 33, 42 bax, qadındır. Qadını götürmürük. Oğullarının istəyir. 22, 51 olacaq biri. Biri də nə deyir? Və oğlan nəvələrinin. İndi bu valideynin bu 2 dənə uşağı var idi da, elə deyil. 22, 51 bizdə kimi idi? Bax bu. Bu. 22, 51 budur. Bu kişidir. İndi gəl burada valideyn 22, 51-i axtaraq. Bax, bir dənə burada, bir dənə burada. 2 dənə övladı var. Bunun 2 övladı var. Oğlan nəvəsini istəyir. Oğlan nəvəsi. 2 dənə övladı var. 22, 62. 22, 62 kişidir. Bax, bunu da götürəcəyik. 22, 62. Çünki oğlan nəvəsini istəyir. Biri hansı idi? 55, 42. 55, 42. Bu qadındır. Qadını götürmürük. İndi biri bu idi. Bəs o birisi hansı idi? O birisi bizdə hansı idi? Biri bulardı. Bunları götürdük. Elzadə qadını idi. 44, 42 ilə. Bunun da 22, 51-ə baxdı. 33, 42-si qaldı. 33, 42. Bax burada. 33, 42. Bax bunun da 33, 42. 2 dənə uşağı var. Biri 33, 51-dir. 33, 51. Bu qadındır. Bunu götürmürük. Biri nədir? Bir də 44, 62-dir. 44, 62-də bax Hacızadə bu. 44, 62 kişidir. Bir də bunu götürürük. 44, 62. Ümumilikdə neçə dənə deməli nəvə idi? Nəvələrinin sayı neçə oldu? Deməli 3 dənə. 1, 2, 3. Olacaq bizdə 3.